Hazırda göyərtəsində 150 nəfər olan MV Hondius kruiz gəmisi Atlantik okeanında üzür. Heç bir ölkə onu qəbul etmir. Buna səbəb yeni virusdur. Gəmidə artıq 3 nəfər həyatını dəyişib. Aprel ayının əvvəlində gəmi Argentinanı tərk etdi. 6 apreldə Hollandiyalı yaşlı kişinin qızdırması qalxdı və o 11 apreldə vəfat etdi. Səbəbini heç kim bilmirdi və heç bir test aparılmadı. 2 həftə sonra onun həyat yoldaşı eyni simptomlarla gəmini tərk etdi. O Cənubi Afrikaya uçurdu, lakin vəziyyəti yolda pisləşdi. Xəstəxanaya çatdıqdan sonra o da dünyasını dəyişdi. Daha sonra bu siyahıya 3-cü sərnişin Almaniya vətəndaşı əlavə edildi. Təxminən 3 həftə ərzində heç kim bunun nə olduğunu bilmirdi. Digər sərnişinlər tədbirlərə qatılmağa, sahilə çıxmağa və ünsiyyət qurmağa davam etdilər. Yalnız may ayının əvvəlində Cənubi Afrika və İsveçrədəki laboratoriyalar buna hantavirusun yeni ştamı olduğunu aşkar etdilər. Adi hantavirus yalnız gəmiricilərdən insanlara ötürülür. Lakin ant ştamı adlanan bu, tarixdə insandan insana ötürülə bilən yeganə ştamdır. Ölüm nisbəti 50%-ə qədərdir və hələlik heç bir müalicə yoxdur. Hazırda gəmi Cabo Verde sahillərində lövbər salıb və heç bir ölkə onu qəbul etmək istəmir. Karantin 8 həftəyə qədər davam edə bilər, çünki bu hantavirusun inkubasiya dövrüdür. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, geniş miqyaslı epidemiyanın riski azdır. Bu COVID deyil və virus yalnız çox yaxın əlaqədə yoluxur və panikaya düşməyə səbəb yoxdur.